Bugün vəkilliyə namizədlər üçün növbəti ixtisas imtahanının test mərhələsi keçirilib. Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunan imtahanda 540 namizəd iştirak edib. Vəkillər kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bugünkü imtahanın test mərhələsində rekord sayda şəxs iştirak edir. Vəkillər kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyasına üzvlük üzrə keçirilən imtahan saat 10:00-da başladı və 3 saat davam etdi. Proses tam elektron formatda təşkil olundu. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən, hər biri 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olundu. İmtahanda keçid balı 60 olaraq müəyyən edilib. Vəkillər kollegiyasının sədri Anar Bağırov müqayisə üçün qeyd etdi ki, vəkilliyə namizədləri üçün ixtisas imtahanının test mərhələsində bugün rekord sayda şəxs iştirak edir. Ötən ilin noyabrında keçirilən imtahanda isə bu göstərici 400-dən bir qədər çox idi. Namizədlərin sayına görə mən deyərdim ki, vəkilliyə çox böyük maraq var və qeyd etmək lazımdır ki, namizədlərin 71%-i 40 yaşadakı olan namizədlərdir, hüquqşünaslardır. Çox əlamətdar haldır ki, namizədlər sırasında dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünaslar da var. 540 nəfər namizəddən 120 nəfəri məhz dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünaslardır. Bunların da 60 nəfəri hüquq mühafizə orqanlarında, məhkəmə sistemində fəaliyyət göstərən əməkdaşlardır. Bugün baş tutan imtahanda namizədlərin 35%-ni qadınlar, 65%-ni isə kişilər təşkil edir. İmtahanda iştirak edənlərin 78%-i özəl müəssisə və digər təşkilatlarda, 22%-i isə dövlət qurumlarında çalışır. İştirakçıların 53%-i Bakının, 47%-i isə regionların payına düşür. Namizədlərin 93,3%-i yerli, 6,7%-i isə xarici ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan ali məktəb Bakı Dövlət Universitetidir. Vəkilliyə namizədlər arasında qadınların da sayında artım müşahidə olunur. İmtahanın şəffaf və obyektiv keçirilməsi məqsədi ilə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin media təmsilçiləri müşahidəçi qismində cəlb olundular. Vəkillərin ixtisas komissiyasının sədri Turqay Hüseynov qeyd etdi ki, vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir. Vəkillik peşəsində gəlirin əvvəlcədən dəqiq planlaşdırılması mümkün olmasa da, hüquqşünaslar yenə də bu sahəyə maraq göstərirlər. Bu isə peşənin nüfuzunun artması, müstəqil fəaliyyət imkanları və ixtisaslaşma perspektivləri ilə əlaqələndirilir. Bugün vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır. Həm namizədlərin sayı, həm də imtahan nəticələrinin keyfiyyəti artır. Əvvəllər, misal üçün 25-30% imtahandan keçirilirsə, yəni keçənki imtahanda yarı oldu. Yəni yarıya yaxın, 50%-ə yaxın şəxslər imtahandan keçdi. Bu da onu əks etdirir ki, yəni bu şəxslər imtahana sadəcə imtahan naminə gəlmirlər. Yəni bunların artıq niyyəti yəni hazırlaşmaqla, bu imtahandan keçməklə bu peşəyi əldə etməkdir. Qeyd edək ki, nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan olundu və vəkillər kollegiyasının rəsmi internet səhifəsində yerləşdirildi.